أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس. Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Əziz və möhtərəm izləyicilər, salam olsun sizə. Bu mübarək ayda, bərəkətli ayda Allah ömrünüzə bərəkət versin, gələn günləriniz xeyirli olsun. Ramazan söhbətimiz 114 TV'nin efirində davam edir. Bugünkü həmin söhbətim əziz qardaşımız Gündüz Süleymanovdur, dəyərli ilahiyyatçı alim, Qaraçuxur Məscidinin imamı. Salamlayıram sizə, xoş gəlmişsiniz. Salam, çox sağ olun, təşəkkür edirəm. Mən də belə bir mübarək, gözəl, bərəkətli, feyizli, nurlu, xeyirli bir ayda Allahın ən sevdiyi mübarək Quran-ı Kərimin özündə nazil olduğu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə vəhiy neymətinin gəldiyi bir ayda mən bura dəvət elədiyiniz üçün mən də sizə və sizin kollektivinizə, rəhbərliyinizə təşəkkürümü bildirirəm. Allah razı olsun. Həqiqətən də artıq Ramazan, belə demək mümkünsə, 12 ayın ən feyizli ayıdır. Ramazan ayı sadəcə təqvimdən bir ay deyil, Ramazan ayı oyanış ayıdır. Ramazan ayı diriliş ayıdır. Ramazan ayı mənəvi intibahın cücərdiyi aydır.
belə demək mümkünsə. Çünki tək də bu Ramazanla kifayətlənmək olmaz. Alimlər buyurur ki, Rəcəb əkin ayıdır, Şaban sulama ayıdır, Ramazan isə əkdiyini, suladığını biçmə ayıdır. Yəni Ramazan belə demək mümkünsə Allah Azza və Cəllə bizlərə, biz müsəlmanlara verdiyi ən böyük nemətdir. Çünki böyük və bir mübarək bir aydır Peyğəmbərimiz bu aya. Böyük və mübarək bir ay. Bu ayın Allah Azza və Cəllə gündüzlərini bizə oruc kimi bir ibadət neməti ilə şərəfləndirdi. Həqiqətən də Ramazanın içində Ramazan bir səbr ayıdır. Ramazan bir şükür ayıdır. Ramazan nəfsin hesaba çəkilmə ayıdır. Ramazan ayı gecələri Allah üçün oyaq qalmağın adıdır. Ramazan ayı nəfsin istədiklərini, pis vərdişlərimizi, əxlaq-ı zəmimə dediyimiz, yəni Allah Resulü sallallahu aleyhi və səlləmin həyatına zidd olan, onun yaşantısına zidd olan, onun sahabələrinin, əhl-i beytinin yoluna zidd olan əxlaq-ı zəmmə dediyimiz, yəni yaşam tərzi müsəlmanın həyatında lazım olacaq, iman etdikdən sonra, Allah Azza və Cəllənin təvhidini qəbul etdikdən sonra, yəni özündən başqa ibadətə, itaətə layiq haqq məbud olduğunu başa düşürsən ki, yəni mənim Rəbbim təkdir, onun şəriki, bənzəri yoxdur və bundan sonra dost doğru olmağa çalışmaq imanın üzərimizdəki təzahürüdür. İman demək sadəcə inandımla kifayətlənmək olmaz. İnandım demək oruc tutmaq, zəkatını vermək, xeyir həsənət görmək, yaxşılıq etmək, qohum-əqrabaya xoş danışmaq, əlinin altında işçilərə münasibətdə gözəl davranmaq. Bu ay belə demək mümkünsə əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəmdən qurtuluş olan mübarək bir aydır. Bu ayda edə biləcəyimiz o qədər faydalı, o qədər gözəl əməllər var ki, həqiqətən, hətta yəni bunun haqda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, oruçlu ikən, yəni əxlaqa toxunmaq istəyirəm, biri sizə pis bir söz söyləsə, sizə şətm eləsə, sizə xoşunuza gəlməyəcək, sizlə dava etməyə çalışsa, mübahisə etməyə çalışsa, polemikaya çıxmağa çalışsa, denəm, mən oruçluyam, mən oruçluyam. Yəni, nə deməkdir mən oruçluyam? Mənə Allah elə bir dəyər verib ki, mən sənin səviyyənə düşməyəcəm. Orucumun dərəcəsini sənə görə aşağı sala bilmərəm. Oruc demək sadəcə mədəni aç saxlamaq deyil. Oruc demək əlimizi, dilimizi, gözümüzü, qulağımızı və bütün bədənimizə oruc tutturmağın adıdır kamil oruc. Yoxsa ki, sadəcə mədəni qoruyursansa, günorta yeməyində. Günorta, səhər onsuz da sahurumuz var. Yürüyür, axşam da yürüyür. Yəni bizim qeyri-müsəlmanlardan bilirik ki, Allah Azza və Cəllə buyurur ki, "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tattaqun." Sizdən öncəkilərə fərz qılındığı kimi ey iman edənlər, sizə də Ramazan ayı oruc fərz qılındı. Deməli bizdən öncəkilərdə də var idi bu oruc, amma bizdəki oruc sahurla başlayır. Sağlam bir niyyət və sahurla başlayır. Peyğəmbərimiz də buyurur ki, sahura qalxın, sahurda bir bərəkət var. Yəni az da olsa, sahurda bir stəkan su olsa belə özünü o gözəl əməldə məhrum etmə. İkincisi, qalxdın, Allahım sənə şükürlər olsun. Şükür nemətini əda eləməliyik. Yəni ya Rabbim, sən mənə bugün əlimin altında olan nemətlər olduğu halda sənə ibadət və itaət niyyəti ilə sənin əmrin olaraq sənin çəkindirdiklərindən qaçınmaq əmrini qoyduğun üçün bugün buzdolabımızın içindəki, xaladenikimizin içindəki olan o təamları Allah rızası üçün tərk edirik. Və onun üçün də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, oruclunun ağız qoxusu müşkdən daha gözəldir deyir. Baxın, o mədə ac qaldığı zaman mədədə xoşa gəlməz bir qoxu olur. Amma Allah o qulun mənə görə şəhvətini, öz istəyini, arzusunu bir kənara atıb mənim rızam üçün bugün oruç tutur.
Həqiqətən də Allah qatında, Allah dərgahında bu oruc çox qiymətlidir, çox dəyərlidir. Əslində Allah bu orucla bizim dəyərimizi artırmaq istəyir. Çünki Allah-u Teala'nın bizim yeməyimizə, içməyimizə və yaxud da eləyəcəyimiz xeyrə, həsənətə ehtiyacı yoxdur. Möhtac bizi, nəhnu fuqara ilallah. Biz Allaha möhtacıq. Biz Allahın aciz qullarıyıq. Çünki Allah Azza və Cəllənin İxlas surəsində hər namazda oxuduğumuz bir ayəti cəlləsi var. Allahu Saməd. Saməd nə deməkdir? Ehtiyacı olmayan, hər şeyin əksinə ona ehtiyac olduğu, Allah bütün bəşərdən müstəğnidir. Yəni bəşərə ehtiyacı yoxdur. Bəşəri yaradan, kainatı yaradan, mini, yəni makrodan mikroya qədər bütün hər şeyi xəlq edən odur. Biz bunu ola bilər dərk edir, eləmirik. Amma Allaha olan şükrümüz, yəni gündəlik rutin olaraq içdiyimiz o sudan belə Allah bəzən bizi bir fasilə verir ki, ey qulum, sən mənim nemətlərimi xatırla. Yəni biz sudan belə, biz su içirik bir iftarımızı açdığımız zaman, o suyun nə qədər dadlı olduğunu, suyun hansı dad ehtiva etdiyini anlayırıq biz. Amma gündəlik olaraq biz su içdiyimiz zaman heç o dadı, duzu hiss eləməyə bilərik. Amma Allah bizlərə azacıq bir, Quranda da ayətdə də var ki, وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ Cu'i. Biz sizi acılıqla deyir. İmtihan eləyər. Bu da bir imtihandır. Bu həyatda edilən ibadətlər bizi Allaha yaxınlaşdıran salih əməllərdir. İbadət sözünün elə bir mənası da qulluqdur, boyun əyməkdir, itaat etməkdir, ilah edinməkdir. Haqq olan məbudu özünə ilah edinirsən. Yəni, ya Rabbim, mən sənin əmr və qadağaların nədirsə ona tabiyəm. Sən mənə ac qal deyirsən, mən ac qalıram. Susuz qal deyirsən, susuz qalıram. Mənə nə deyirsənsə, mən qeyd şərtsiz sənin qulunam, sənin kölənəm, sənin ən aciz bəndənəm. Ya Rabbim, mən, yəni, bu neymətlər sənin qatındandır. Yoxsa məndən olsa mən o neymətlərə nail ola bilməyəcək bir insanım. Çünki Allah Azza və Cəllə açıq-aşkar bizlərə öz neymətləri barəsində xəbər verərkən deyir, əgər Allahın neymətlərini saymış olsanız, onu sayıb qurtara bilmərsiniz. Baxın, yəni biz su neymətinin iftar açdığımız zaman hər hansı bir təamla iftar açırıq. Anlayırıq ki, ya Rabbim, sən nə qədər bizə neymət vermirsən. 11 ay biz bu neymətlərdən qafil idik. Halbuki bu neymətlər yediyimiz, bəyənmədiyimiz, xoşumuza gəlməyən o neymətlər, halbuki Allahın üzərimizdə olan böyük bir neymətidir. Halbuki biz bundan qafilik, qardaş. Biz bundan acizik. Onun üçün də Ramazan ayı əslində biz qulları üçün nəfsi tərbiyə etməkdir. Nəfsini tərbiyə edəcəksən, nəfsini islah edəcəksən, xoşa gəlməyəcək, Allah Azza və Cəllənin razı olmayacağı bütün nəsnələr, onun sevmədiyi, onun rızası olmayan bütün işlərə biz bu Ramazanda bir daha stop deməyə öyrənməliyik. Biz alışdırmalıdır buna, öyrətməlidir, vərdiş olmalıdır da bu. Belə demək mümkünsə, oruc bir məktəbdir. Oruc bir tərbiyə metodudur. İnsanın, belə demək mümkünsə, insanı mələki vəsiflərə, yəni mələki vəsiflərə çatdıran gözəl bir, salih bir əməlin adıdır oruc. Oruc Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin təbirlə desək, oruc bir qalxandır deyir. Qalxandır nə deməkdir? Yəni bilirik ki, qalxanı harda istifadə edirlər? Müharibədə, döyüşlərdə istifadə edirlər. Düzdür? Yəni gələn oxlar və yaxud da sənə hədəf alan qılınc zərbələrinə qarşı nədir? Bir qalxandır.
Bəli, bir qalxandır. Yəni nə deməkdir? Sənə gələcək şeytani və həm xaricdən, həm də insanın içində olan nəfsi və şeytanın vəsvəsələrini həm çöldən, çünki ayətdə də buyurulduğu kimi şeytan və şeytanlaşmış insanlar buyurur. Düzdürmü? Elə insanlar var ki, yəni şeytan onun əlinə su tökə bilməz. Bəli. Niyə? Çünki artıq fitnə və fəsadda, şər və böhtanda, yalan və iftirada üzərinə söz deyiləcək adam deyil. Şeytan onu gördüyü zaman, inanırsınız, yolunu belə dəyişir. Çünki artıq şeytan deyir ki, bu oradadırsa mənim vəzifəm məndən daha yaxşı icra edəcək. Yəni yeganə tək olan gözəlləşdikcə çirkinləşən şey biz nədir? Yalandır. Peyğəmbərimiz Aleyhissalatu vesselam orucla bağlı buyurur ki, deyir, oruc yalanla, kim əgər yalanla bərabər oruc tutursa, Allahın onun tutduğu oruca ehtiyac yoxdur. Dəhşət. Yəni təsəvvür eləyin, Allah Azza və Cəllə bu orucu bizlərə niyə fərz qıldı? Bu ayda niyə Ramazan ayı deyildi? Bu aya Quran ayı niyə deyildi? Huden linnəs, Bəqərə surəsində Allah Azza və Cəllə buyurur ki, bu insanlar üçün hidayət rəhbəridir. Bu ayda, yəni müsəlmanlıq deyirik, düzdürmü? Hər kəs özünə bu dəqiqə kimdən soruşsan, hə, müsəlmanam. Elhamdülillah müsəlmanam. Soruşsan ki, bugün namaz qılırsanmı? Xeyr, namaz qılmıram. Niyə? Hələn vaxtıma var. Hazır deyiləm. Və yaxud da nə bilim, tənbəllik bəhanələrini bəhanə gətirirlər. Halbuki onlara demək lazımdır ki, dəyərli insanlar, dəyərli Azərbaycanlarımız, Allahın kitabını oxuyun. O kitabdan məhrum olmaq axirətdə xüsrandır, axirətdə pərişanlıqdır. Dünya axirət saadətindən məhrum olmağın adıdır. Ramazan ayı gəlir, bərəkət və feyzin artdığı bir aydır. Ramazan ayı gəlir, Ramazan ayı ilə bərabər Peyğəmbərimiz sallallahu aleyhi və səlləm insanlara yaxşılıq etməyi, insanları yemək yedirtməyi tövsiyə edir. Mən fattara saiməndir Peyğəmbər. Kim bir oruçluya iftar etdirərsə, bax, təşviq var. Bəli. Paylaşmağa. Bəli, bu ay paylaşmaq ayıdır. Bu ay əlində olandan digər insanların da faydalanmasını dəstəklədiyim bir ay olmalıdır. Yəni bu ay tək mən orucam, bununla kifayətlənmək olmaz. İctimai varlıqda biz. Bəli, biz sosial varlığıq. Həm insanların Allah Azza və Cəllənin insanlara bizə ehtiva etdiyi, mükəlləf qıldığı ibadətlərimizdən biri Ramazan ayını ən gözəl şəkildə, Allah Azza və Cəllənin sevdiyi bir şəkildə yaşamaq məcburiyyətindəyik. Onun üçün də yəni həqiqətən də bugün gördüyümüz bir həqiqət bundan ibarətdir ki, din insanları, yəni ağıllı insanları öz hür və iradələri ilə dünya və axirətdə səadət və salamata çatdıran Rəbbimiz tərəfindən təsis edən ilahi bir qanundur. Yəni yoxsa şəxslərin uydurduğu deyil. İlahi tərəfindən, yəni bizi yaradan, bizə bu həyatı bəxş eləyən Rəbbimizin biz qullarına əta etdiyi möhtəşəm bir dinin adı İslamdır. Bu İslam dini bizdən gözəllikləri, sevgini, mərhəməti, yardımlaşmağı, qohum-əqraba ilə əlaqələri möhkəmləndirməyi bizlərə öyrədən gözəl bir dinin adı İslamdır. Allah bizi bu dində sabit eləsin. Bəli. Son nəfəsimiz, həmişə bu duanı edirəm. Allahım, son nəfəs daxil hər nəfəsdə imanla yaşamağı, imanla ölməyi
bizlərə və bütün müsəlmanlara nəsib və müyəssər eləsin, müvəffəq eləsin. Amin. Ya Rabbel Alemin. Bu gözəl dua ilə də bitiririk proqramımızı. Təşəkkür edirik sizə. Var olasınız müəllim. Əziz və möhtərəm izləyicilər, sabah inşallah görüşəndə də sizdən ayrılırıq. Allah hər birinizi qorusun. Sağ olun. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. أشهد أن لا إله إلا الله. أشهد أن لا إله إلا الله. أشهد أن محمدًا رسول الله. أشهد أن محمدًا رسول الله. أشهد أن أمير المؤمنين عليًا ولي الله. أشهد أن مولانا أمير المؤمنين عليًا حجة الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. حي على خير الأعمال. حي على خير الأعمال. الله أكبر. الله أكبر. لا إله إلا الله. لا إله إلا الله.
وصلى الله على سيدنا محمد وآله وسلم. بسم الله الرحمن الرحيم. اللهم اجعل لي فيه إلى مرضاتك دليلا، ولا تجعل للشيطان فيه علي سبيلا. يا قاضي حوائج الطالبين. 21-ci günün duası. Allahım, mənə bu ayda razılığına doğru dəlil ver. Şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma. Cənnəti mənim mənzilim və asayiş yerim et. Ey istəyənlərin hacətlərini rəva edən. يا علي يا عظيم يا غفور يا رحيم. يا علي يا عظيم يا غفور يا رحيم. أنت الرب العظيم، أنت الرب العظيم، الذي ليس كمثله شيء وهو السميع البصير. الذي ليس كمثله شيء وهو السميع البصير. يا علي يا عظيم يا غفور يا رحيم. أنت الرب العظيم، أنت الرب العظيم، الذي ليس كمثله شيء وهو السميع البصير. الذي ليس كمثله شيء وهو السميع البصير. وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور، وهو الشهر الذي فرضت صيامه عليه، وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان، وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر. فيا ذا المن ولا يمن عليك، من علي بفكاك رقبتي من النار. في من تمن عليه وأدخلني الجنة، وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. Bağışlayan və mehriban Allahın adıyla. Ey uca,
Ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O eşidən və görəndir. Bu Ramazan ayı sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruç tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. O elə bir aydır ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda Qədr gecəsini yerləşdirib, onu 1000 aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhimlisi. Sənsən böyük Allah. Bismillahirrahmanirrahim. Allahumma adkhil ala ahlil kuburi surur. اللهم أغني كل فقير. اللهم أشفي كل جائع. اللهم اكسو كل عريان. اللهم اقضي دين كل مدين. اللهم فرج عن كل مكروب. اللهم رد كل غريب. اللهم فك كل أسير. اللهم أصلح كل فاسد من أمور المسلمين. اللهم اشفي كل مريض. اللهم سد فقرنا بغناك. اللهم غير سوء حالنا بحسن حالك. اللهم اقضي عنا الدين وأغننا من الفقر. إنك على كل شيء قدير. İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acıları doyuzdur. İlahi, paltarı olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərinin fasidlərini
islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, sən hər bir şeyə qadirsən.